Salam əziz izləyicilər. Bu videoda Dimin 20 sınaq kitabından 4-cü qrup üzrə 13-cü sınağını izah edəcəm. Sualları keçməzdən öncə xatırladım ki, sınaq qrupu haqqında və yaxud sürət qrupu haqqında məlumat əldə etmək istəyirsinizsə 077 460 47 23 nömrəsinə WhatsApp-dan yaza bilərsiniz və yaxud zəng vura bilərsiniz. İndi isə keçək suallara. Birinci sualda deyir, X maddəsinin molekulu üçün hansı ifadə doğru deyil? X maddəsi hansı maddədir? Anilinin bromla reaksiyasında, deməli, benzol həlqəsində 2, 4, 6-cı karbon atomlarında hidrogenlər bromla əvəz olunacaqlar. Yəni 2, 4, 6 tribrom anilin alınacaq. Burada deyir, 5 hidrogen atomu var. Baxaq görün, burada neçə hidrogen var? Gördüyünüz kimi bu nöqtələrlə işarə elədiyim benzolun 4 karbonunda artıq hidrogen yoxdur. Yəni o 4 karbonda 3-ünün hidrogeni bromla əvəz olunub, birinin də hidrogeni NH2 ilə əvəz olunub. Digər 2 karbonun hidrogeni var. Yəni toplam 4 hidrogen var. Elə cavab A variantıdır. 5 hidrogen atomu var ifadəsi səhvdir. 4 hidrogen atomu var. 8 polyar kovalent rabitəsi var. Baxaq görüm. Biri bu, biri bu. 3, 4, 5, 6, ikisi də amin qrupunda var. 8 oldu, bəli. 8 dənə polyar kovalent rabitəsi var. Karbon atomlarının 18 sp2 hibrid orbitalı var. Yəni 6 karbon var, 6'sı da sp2'dir. Yəni hərəsinin 3 hibrid orbitalı var. 6 vur 3, 18. Bu da doğrudur. 2, 4, 6 tribrom anilin adlanır. Bəli. Azot atomunun oksidləşmə dərəcəsi -3'dür. Bəli. Bu da amin olduğuna görə elə o cür amonyakdakı öz dərəcəsini saxlayacaq azot atomu. Yəni A variantı doğru deyil. 2-də nə deyir? Oksigen və azotdan ibarət qaz qarışığının hidrogenə görə sıxlığı 15,2'dir. Qaz qarışığında azotun həcm payını hesablayın. Deməli, bizim qarışıqda oksigen qazı var, azot qazı var. Əgər hidrogenə görə sıxlığı 15,2'dirsə, deməli bu qarışığın öz orta molar kütləsi 30,4'dür. Hidrogenin emeri 2 olduğuna görə 2'ni vurdum 15,2'yə. Oksigenin emeri 32, azotun emeri 28. İndi bunları diagonal üsulundan istifadə eləsək, 32'dən 30,4'ü çıxsaq 1,6 qalır. 30,4'dən 28 çıxsaq nə qalır? 2,4 qalır. 2,4 ilə 1,6'nı 0,8'ə ixtisar eləsək, burada qalacaq 3x, burada qalacaq 2x. Yəni qarışıqda 3x qədər oksigen, 2x qədər azot var. Ümumi qarışığımızı 5x götürsək. Və burada azotun həcm payını deyir. 5x-dan 2x-i azotdursa, bu da nə qədərdir? 40% olacaq. Yəni D variantı ikinci sualda doğru cavabdır. Üçüncü suala baxırıq. Eyler-Venn diaqramına uyğun gübrələrin alınmasında istifadə olunan maddələri müəyyən edin. Presipitat və 2 qat superfosfat. Aha. Kalsium karbonatı harada istifadə etmək olar? Kalsium karbonatın üstünə ortofosfat gəlsək, baxaq. Kalsium karbonat plus ortofosfat. Alınacaq kalsium HPO4 plus su və karbon qazı. Yəni ortofosfat karbonatı sıxışdırıb çıxardacaq. Buradan presipitat ala bilərik. Amma kalsium karbonatı 2 qat superfosfatda istifadə edə bilmirik. Kalsium ortofosfatı 2 qat superfosfatda istifadə edə bilirik. Deməli, kalsium ortofosfat üzərinə ortofosfat gəlsək, alacağıq 2 qat superfosfat. Gördüyünüz kimi ortofosfat gedəcək ortaya. Yəni 3 gedəcək 3-cüyə, 2 gedəcək 2-ciyə. Qalır kalsium hidroksid. Kalsium hidroksidin də üstünə yenə ortofosfat gəlsək, presipitat ala bilərik. Kalsium HPO4 plus 2 mol su ayrılır buradan. Belə. Düzdür, presipitata da su birləşir və onu yazmıram.
dərinliklərinə girmirəm, amma sadəcə kalsium hidroksidin presipitatda istifadə olunduğunu buradan görürük. 1, 4, 2, 3. Cavab olur deməli Y variantı. Dördüncü sualda su və metan üçün ümumi olanı götürməliyik. Valent bucağı ümumi deyil. Suda valent bucağı 104.5'dir. Metanda isə 109.28'dir. Molekullarında hibrid orbitalların sayı eynidir. Bəli, həm suda, həm metanda mərkəzi atom sp3 hibridləşməyə malikdir. Suda oksigen, metanda da karbon. Ona görə hərəsində 4 hibrid orbital var. Molekullarında sigma rabitələrin sayı eyni deyil. Suda sigma rabitənin sayı 2'dir. Metanda isə 4 sigma rabitə var. Bərk halda kristal qəfəsin tipi hər ikisində molekuldur. 2 və 4'ü götürəcəyik ümumi B variantı. 5'də deyir, hansı duzların suda məhlulunda hidroksil iyonlarının sayı hidrogen iyonlarının sayından çox olar? Təbii ki, qələvi mühit axtarmalıyıq. Qələvi mühit natrium sulfiddə ola bilər, kalium karbonatda ola bilər. Amma sink xloriddə turş mühitdir, mis 2 sulfatda turş mühitdir. Natrium sulfiddə deməli, natrium OH və H2S-dən yaranmış bir duzdur. Natrium hidroksid qüvvətli əsasdır, sulfid də zəif turşudur. Qüvvətli əsas zəif turşudan yaranıbsa, burada qələvi mühit olacaq. Həmçinin kalium karbonat, kalium hidroksiddən və karbonat turşusundan yaranıb. Yəni, qüvvətli əsasdan və zəif turşudan yarandığına görə bu duzda da qələvi mühit olacaq. Cavab 1-2 D variantı. 6. Alkin molekulunda protonların sayı 46'dır. Asimetrik karbon 1 ədəddir. Beynəlxalq adını tapmalıyıq. Alkinin ümumi formulu necədir? CnH2n-2. Protonların sayını necə hesablayaq? Hər karbonda 6, hər hidrogende 1 proton varsa 6n plus 2n-2. Yəni 8n-2 sayda proton var. Bunu 46'ya bərabər eləsək 8n 48'ə n də 6'ya bərabər olacaq. Yəni bu maddə C6H10'dur. Asimetrik karbonu 1 ədəddirsə, məsələn bu karbonu asimetrik götürək. Bura bir hidrogen birləşdirək, bir metil birləşdirək, bir etil birləşdirək, bir də 3 qat rabitəsi olan bu radikalı birləşdirək. Oldu mu 6 karbon? Oldu. İndi bu alkini necə adlandıraq? Təbii ki, uzun zəncir seçməliyik. 3 qatı da içində saxlayan uzun zəncir. 3 qat rabitə yaxın olan tərəfdən rəqəmləməliyik. Nə olacaq bu alkinin adı? 3 metil pentin 1 olacaqmı? Yəni C variantı doğru cavab olacaq. 7'yə baxaq. Aha. Verilmiş reaksiyanı buraya yazıram. 2 mol kalium hidroksid plus sulfat alınır. Kalium sulfat plus 2 mol su plus 340 kilojoule. X'i hesablamalıyıq. Yəni kalium sulfatın əmələ gəlmə istiliyini hesablamalıyıq. Elə X yazıram. Kalium hidroksidin əmələ gəlmə istiliyi 426'dır. 2'yə vursaq 852 olacaq. Üstünə yazıram. Sulfatda 810'dur. Elə 810 yazıram bura. Suda 286'dır. 2 mol olduğuna görə 572 yazıram. Və belə bir qayda var. Soldakiların üzərinə istilik effektini gəldikdə sağdakiların cəmi alınır. Yəni 852 plus 810 plus 340 bərabərdir X plus 572. Buradan da X'i hesablayıb tapmaq lazımdır. Və hesablama aparanda görürük ki, cavab 1430'a bərabər olur. D variantı doğru cavabdır. Yəni 8'də X, Y, Z maddələrini tapmalıyıq. Piritin yanma reaksiyasına baxaq öncə. Piriti yandıranda nə alınır? Alınır dəmir 3 oksid və SO2. Baxaq görün, bu X dəmir 3 oksiddir, yoxsa SO2'dir. Aha, bu SO2 ola bilər. Dəmir 3 oksid də ola bilər. Düzdürmü? Məsəl üçün, dəmir 3 oksidi götürsək. Üstünə hidrogen gəlsək alınacaq dəmir və su. SO2'ni götürsək, üstünə hidrogen gəlsək alınacaq kükürt və su.
Aha, yəni Z ya dəmirdir, ya kükürdür. Sonra Z'in natrium OH-la reaksiyası var. Aha, dəmir natrium OH-la reaksiyaya girmir. Deməli Z kükürdür. Z kükürdürsə cavab ya B-dir, ya C-dir. İndi kükürdün natrium OH-la təbii ki, belə bir reaksiyası var. Bəli. Alınır natrium sulfit plus natrium sulfit plus su. Və biz kükürt xətti ilə getdiksə SO2-yə baxacağıq. X maddəsi SO2-dir. Y maddəsi ferm ki O3, cavab olacaq B variantı. 9. Azot dioksidi karbon dioksiddən fərqləndirən nədir? Baxaq, azot dioksid NO2-dir, karbon dioksid CO2-dir. Aqreqat halı fərqləndirmir, hər ikisi qazdır. Natrium OH ilə reaksiyasının oksidləşmə reduksiya tipli olması. Baxaq, NO2 plus natrium OH. NO2 həm nitratın, həm nitritin anhidridi olduğuna görə burada iki fərqli duz alınacaq və reaksiya öz-özünə oksidləşmə reduksiya reaksiyası tiplidir. Amma karbon qazının natrium OH-la reaksiyasında tutaq ki, normal duzun alındığını götürürüksə, görürük ki, reaksiya oksidləşmə reduksiya tipli deyil. Yəni, heç bir elementin dərəcəsi dəyişmir. Lab natrium OH-ı 1 mol götürsək, turş duzun alındığını görürük. Burada da yenə oksidləşmə reduksiya tipli deyil. Bəli, burada fərqlilik var. Rəngi də həmçinin fərqlidir. NO2 qonur rəngdədir, karbon qazı rəngsizdir və gübrə istehsalında tətbiqi fərqli deyil. NO2-nin natrium karbonatla reaksiyasından natrium nitrat gübrəsinin alındığı tətbiq olunur bu reaksiya. Deməli, natrium nitrat, natrium nitrit plus karbon qazı. Bu reaksiya natrium nitrat gübrəsinin alınmasında tətbiq olunur. Karbon qazının da amonyakla reaksiyasından karbamid gübrəsi alınır ki, bu da yenə gübrə istehsalında tətbiq olunur. 2 və 3 fərqləndirən xüsusiyyətdir. A variantı. Onda nə deyir? C4H9OH tam yanmasından alınan suyun kütləsi verilib. Baxaq, yandıraq öncə. C4H9OH yanmasından alınır karbon qazı və su. Əmsallaşdırsaq, karbon qazına 4, suya da 5 yazırıq. Deməli, sağda var 8, 5, 13 oksigen, solda biri buradadır, 12'si burada, 6 yazsaq düzəlir. Bəli. İndi C4H9OH-ın emeri nə qədərdir? 48, 58, o da 16, eləyir 74. Alınan suyun kütləsi nə qədərdir? 5 vur 18, 90. Yəni, arada olur 16 qram fərq. Amma bizdə var 8 qram fərq. Baxın, M çıx 8 və M. 8 qram fərq 16-nın yarısı qədərdir. Deməli, spirti 37 qram götürsək, alınacaq 45 qram su və arada 8 qram fərq olacaq. M 45 imiş. Yəni, alınan suyun kütləsi 45 qramdır. Cavab da C variantıdır. 11-də gümüş bir nitratın və alüminium nitratın parçalanmasına baxırıq. Gümüş bir nitrat, pasiv metal nitratı parçalanırsa, metalın özü NO2 və oksigen qazları alınır. Alüminium nitrata baxaq. Alüminium nitratı parçalayanda alüminium oksid, NO2 və O2 alacaq. Bəli, indi əmsallaşdırmaq da lazımdır. Çünki müddəalarda, 3-cü müddəada əmsaldan istifadə olunur. 2, 2, 2, 1. Düz oldu mu? Oldu. Alüminium nitratda deməli 6 gedir. Bura 6 yazsaq, bura 2 yazsaq. Bura 1, oksigen neçə yazacaq? 3, 9, 18, 3 getdi 15, 1 onda 5. Yəni 4 mol bura, 2 bura, 12 bura, 3 də bura. Aha. Turşu oksidi alınır. Bu hər ikisinə aiddir. Həm birincidən, həm ikincidən NO2 alınır. Birinci müddəanı yazırıq ortaya. Cavab A və D ola bilməz. 3 elementin oksidləşmə dərəcəsi dəyişir. Bu, gümüş bir nitratın parçalandığı reaksiyadır. Həm gümüşün, həm azotun, həm oksigenin dərəcəsi dəyişir.
Gümüş 1-dən 0-a düşür, azot 5-dən 4-ə düşür, oksigen -2-dən 0-a qalxır. İkinci reaksiyada azotun və oksigenin dərəcəsi dəyişir, amma alüminium dəyişmir. 2 gedir 1-ə. Onda Y variantını da silirik. 3'də deyir 1 molundan %75 mol oksigen alınır. Birinci reaksiyaya ait değil bu. Çünkü 2 molundan 1 mol alınırsa 1 molundan da 10'da 5 mol alınır. Ama ikinci reaksiyada görürsünüz ki 4 moldan 3 mol oksigen alınır. Deməli 1 moldan da %75 mol oksigen alınır. 3 gedəcək 3-cüyə, cavab olacaq C. Molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Bu hər ikisinə aiddir. Bəli. 12'ye baxaq. Hidrogen, amonyak və kükürt dioksitdən ibarət qaz qarışığının hidrogeni necə ayırmaq olar? Deməli, hidrogen var, amonyak var, bir də kükürt dioksid var. Natrium OH məhlulundan buraxmaqla. Bunu etsək, sadəcə SO2 gedəcək, hidrogen və amonyak qalacaq. Yəni, hidrogeni ayıra bilməyəcəyik yenə amonyakdan. Suda həll etməklə, bəli, bax, bunu etsək, amonyak suda həll olur, SO2 suda həll olur, amma hidrogen suda həll olmur. Hidrogeni ayırmış olacaq. 13. Nə deyir? Glukozanın qızqırmasından alınan üzvü maddələr XYZ molekulunda ikili karbon atomlarının sayı. Aha. Deməli, glukozanın qızqırmasından nə alına bilər? Elə aşağıda verilib də burada. Süd turşusu, yağ turşusu, etil spirti. Süd turşusunun formulunu yazsaq. Buyurun, süd turşusudur. Burada bir dənə ikili karbon var. Yəni Y-a gedir 1. Yağ turşusunun formulunu yazsaq. CH3, CH2, CH2, COOH. Burada 2 dənə ikili karbon atomu var. X-a gedir 2. Və etil spirtinə baxaq. Etil spirtinin formulunu yazıram. Burada ikili karbon atomu yoxdur ümumiyyətlə. 2 dənə karbon var. İkisi də birli karbon atomlarıdır. Bəli, birli karbon atomlarıdır. Yəni Z-ə də gedir 3. 2, 1, 3. Haradadır bu cavab? Y variantındadır. 14. Bir əsaslı karbon turşusunu tapmalıyıq. Molekulunda pi rabitənin sayı 2 dənə olmalıdır. Aha. Deməli, bu doymamış karbon turşusudur. Bir əsaslı karbon turşusu axtarırıqsa, deməli, burada pi rabitənin biri karboksil qrupunun tərkibindədir. Bizə də verilib ki, 2 dənə pi rabitəsi var. Deməli, bu turşu CnH2n çıx bir formula malik olmalıdır. Yəni, pi rabitənin biri də olmalıdır karbohidrogen radikalında. Metakril turşusu ola bilər, bəli. Metakril turşusunun formulu necədir? CH2C, CH3, COOH. Bu ola bilər. Oksalat ümumiyyətlə ola bilməz. Çünki oksalat turşusu 2 əsaslı turşudur. Ona görə siləcəyik. Linol turşusunun formulu necədir? C17H31 COOH. Burada ümumiyyətlə 3 pi rabitə var. Biri karboksil qrupundadır, ikisi də karbohidrogen radikalında. Ona görə bu da olamaz. Amma olein turşusu C17H33 COOH-dır. Biri karboksildə, biri də karbohidrogen radikalında. Ümumiyyətlə 2 dənə pi rabitə var. 1 və 4 B variantı doğru cavabdır. 15 polimer kapron lifidir. Kapron lifində karbonun oksigeni olan kütlə nisbətini tapmalıyıq. Aha. Kapron lifinin formulunu yazaq ümumiyyətlə. NH CH2 5 ədəd CO N. İndi burada karbon 6 karbon var. 6 vur 12 72 və oksigen də 1 ədəddir. O da 16. 72-ni 16-ya bölsək bu nə deməkdir? 8-ə ixtisar eləsək 9 böl 2 deməkdir. Yəni 4/5. Cavab B olacaq. 16. Hansı maddələrlə reaksiyada xlorid turşusu oksidləşdirici xassə göstərir?
Reaksiyaları bir-bir yazmalıyıq. Kalsiumun xloridlə reaksiyasından kalsium xlorid və hidrogen alınır. Xlorid turşusunun hidrogeni müsbət 1-dən 0-a düşürsə, bəli, bu burada xlorid oksidləşdirici xassəsə göstərir. Sonra kalium permanganatın xloridlə reaksiyasına baxaq. Alınır kalium xlorid, mangan 2 xlorid, xlor qazı və su. Burada deməli H-xlorun xloru -1-dən 0-a qalxır. Burada reduksiya edici xassədir. Bunu götürməyəcəyik. Magnezium silisidə baxaq. Plus H-xlor. Nə alınacaq? Magnezium xlorid plus silan qazı alınacaq. Xloridin hidrogeni müsbət 1-dən -1-ə düşür. Bilməliyik ki, silan qazında hidrogen -1 dərəcə göstərir. Yəni, elə burada da xlorid oksidləşdirici xassə göstərir. Və mangan 4 oksidin xloridlə reaksiyasına baxsaq, mangan 2 xlorid, xlor qazı və su alınır. Yenə də H-xlorun xloru -1-dən 0-a qalxırsa, reduksiya edici xassə göstərir. 1 və 3 doğru cavabdır. Yəni, A variantını götürməliyik. 17-də nə deyir? X maddəsi həm karbonla, həm silisiumla reaksiyaya daxil olur. Nə ola bilər bu? Hidrogenden başqa kalsium və oksigen ola bilər. Hidrogen silisiumla reaksiyaya girmir. Y karbonla yox, silisiumla reaksiyaya girir. Aha, bu xlor ola bilər məsələn. Natrium OH da ola bilər. Aha. Karbonla yox, silisiumla reaksiyaya girir. Su olmaz. Su karbonla reaksiyaya girir. Xlor qalsın. Xlor karbonla yox, silisiumla reaksiyaya girə bilir. Həmçinin natrium OH da karbonla girmir, amma silisiumla reaksiyaya girə bilir. Və Z-ə baxırıq. Z karbonla reaksiyaya girsə də silisiumla reaksiyaya girmir. Bu da hidrogen olacaq. B variantı. 18. 1,2 dibrom alkana sinklə təsir edirik. Reaksiyadan üzvü maddə alınır. Təbii ki, X-in molekulunda karbon atomlarının sayını hesablamalıyıq. 1,2 dibrom alkan. Aha. Alkanın formulu CnH2n plus 2'dir. Biz dihalogenli törəmə götürürüksə, buradan 2 hidrogeni silib əvəzinə 2 dənə brom yazmalıyıq. Yəni, 1,2 dibrom alkanın formulu bu cür olacaq. Üzərinə sink metalı ilə təsir etsək, təbii ki, sink bromid alınacaq və alınacaq alken, CnH2n. Niyə alken alındı? Bromlar qonşudurlar ona görə. Bromlar qonşu olmasaydılar, buradan sikloalkan alına bilərdi. İndi bizim dihalogenli törəməmiz 86,4 qramdır. Sinkdə 26 qramdır. Halogenli törəmənin 14N plus 160 yazsaq, sinki də 65 qram götürsək 1 molunu, bu tənasübdən artıq N-i tapa bilərik. Yəni, hesablayaq tapaq. Bəli, bu tənasübü hesablayanda N-i 4 tapırıq. Daha vaxt itirmədik. Tənasübü hesablanma qaydasını yazmadım. Hər halda bilirsiniz özünüz. N-i 4 tapdıqsa elə alınan üzvü maddənin tərkibində də 4 karbon var. 19. Hansı reaksiyalar doğru deyil? Metanı 1500 dərəcədə parçalasaq etilen və hidrogen alınmaz. Asetilen və hidrogen alınır. Etilen alınır 550-650 dərəcədə. 2. Metanın su ilə reaksiyasından sintez qazı alınır. Bu doğrudur. Üçüncü reaksiyada doğru deyil. Çünki 1000 dərəcədən yüksək temperatur yazılıbsa bura, deməli, buradan alınmalıdır karbon və hidrogen. Dördüncü reaksiya doğrudur. Bəli, əvəz etmə reaksiyasıdır. Bizdən doğru olmayan reaksiyalar soruşulur. 1 və 3 cavab C. 20. X-in nisbi atom kütləsini hesablayın deyir. Magnezium oksid kütləsi M. Reaksiyaya daxil olduğu xlorid turşusunun mol miqdarı A. Baxaq, magnezium oksidin üzərinə xlorid gəldikdə alınır magnezium xlorid duzu və H2O. Məsələn, kütləsini M götürək. Magnezium oksidin M-eri 40'dır. O zaman A bərabər olur
2'ye. M-i 40'a bərabər elədik. A da bərabər oldu 2'ye. İndi XO yenə də 2 valentli bir metalın oksididir. Üzərinə H-xlor gəldikdə yenə də yuxarıdakı reaksiya tipində gedir reaksiya. X-xlor 2 plus H2O alınır. Yenə H-xlora 2 yazmalıyıq. A'ya 2 desək 2M80 olacaq. Yəni XO-nun 1 molu 80 qramdır. XO-nun 1 molu 80 qramdırsa buradan oksigeni çıxırıq, 16-nı çıxırıq, qalır 64. Deməli X-in ayrı 64-ə bərabərdir. 21 halogenit iyonu XYZ gümüşlə əmələ gətirdiyi çöküntünün rəngi sarımtıl sarı ağ. Ağ çöküntü gümüş bir xloriddir. Sarımtıl çöküntü gümüş bir bromiddir. Sarı da gümüş bir yodid. Hə, indi X2 nə oldu? Brom. Y2 yod və Z2 də xlor oldu. Kütlələrini bərabər götürdükdə reaksiyaya daxil olduğu natriumun mol miqdarını müqayisə edəcəyik. Halogenləri üçü də, brom da, yod da, xlor da natriumla eyni cür reaksiyaya daxil olur. Məsələn, natrium plus xlor alınacaq natrium xlorid. Və yaxud xlorun yerinə brom və yod da qoya bilərik. Hə, indi biz hamısının kütləsini eyni götürmüşüksə, burada mol sayı ən böyük olan olacaq xlor. Mol sayı ən kiçik olan olacaq yod. Onda belə çıxır ki, xlorla reaksiyaya daha çox natrium lazımdır. Yəni N3 ən böyükdür, çünki xlorun mol sayı ən böyükdür. Yodun mol sayı da ən kiçikdir. N2 ən kiçik olacaq. Onda 3 böyükdür, 1 böyükdür, 2 olacaq. Cavab B variantı. Niyə? Xlorun ayrı ən kiçikdir bunların arasında, yodun ayrı ən böyükdür ona görə. Kütlələrini eyni götürdükdə xlorun mol sayı çox olacaq, yodun mol sayı ən az olacaq. 22. X maddəsinin molekulunda 2 metilen qrupu varsa Z-i müəyyən edin deyir. Deməli, glukozanın qızqırmasından ya süt turşusu alına bilər, ya yağ turşusu alına bilər, ya da spirt, etil spirt alına bilər. X maddəsinin molekulunda 2 dənə metilen qrupu var. Yəni 2 dənə CH2 var. Onda belə çıxır ki, X yağ turşusudur. Çünki nə etil spirtində, nə də süt turşusunda 2 dənə metilen qrupu yoxdur. X-in üzərinə gəlirəm xlor. Karbon turşularının əvəz etmə reaksiyası ikinci karbon atomunda baş verir. Yəni alınacaq CH3, CH2, CH xlor, COOH. Bir də H xlor alınacaq. Sonra bunun üzərinə 2 mol NH3 gəlsək, 1 mol NH4 xlor alınacaq və xlor atomu əvəz olunacaq NH2 ilə. CH3, CH2, CHNH2, COOH. Yəni Z hansı maddədir? C variantındakı maddədir. 23. Həcmi 1 litr olan kolbada aparılan bu reaksiya üçün 8 mol N2O4 götürülmüşdür. Tarazlıq anında kolbada 12 mol qaz qarışığı olarsa, reaksiyanın tarazlıq sabitini hesablayın deyir. Reaksiyanı yazıram. N2O4 alınır 2 mol NO2. Aha. Həcm 1 litrdirsə, götürdüyümüz mol sayı həm də qatılıq deməkdir. Başlanğıc qatılıq, sərf olunan qatılıq, tarazlıq qatılığı. 8 mol N2O4 götürülüb. Bu N2O4'dən X sərf olunduqda NO2'dən 2X yaranır. Çünki mol sayıları biri 1'dir, biri 2. N2O4'dən tarazlıqda qalır 8 çıx X qədər. NO2'dən tarazlıqda yaranır 2X qədər. Və tarazlıq anında kolbada deyir 12 mol qaz qarışığı var. Yəni 8 çıx X plus 2X bərabərdir 12'yə. 8 plus X 12'yə. X də bərabərdir 4'ə.
X 4'ə bərabərdirsə, tapırıq ki, deməli, tarazlıq qatılıqları 4 və 8-dir və indi biz nə etməliyik? Reaksiyanın tarazlıq sabitini hesablamalıyıq. Öncə ifadəni yazaq. K bərabərdir. NO2-nin qatılığının kvadratı bölünsün. N2O4-ün qatılığı. Yəni, 8-in kvadratı bölünsün 4. Bu da neçə eləyir? 64 böl 4 eləyir 16. Cavab 16 tapırıq. 24. X-i hesablayın deyir. Nədir X? 3 məhlulu qarışdırırıq. Həcmləri eynidir. V litr, V litr, V litr. Və əmələ gələn natrium hidroksid məhlulunun molyar qatılığı verilib 3 molyar. Heç nə, həcmlər bərabərdirsə biz bu 3 qatılığı toplayıb 3-ə böləndə alacağıq yekun məhlulun qatılığını. Yəni 0,5 plus 2,5 plus x bölünsün 3 bərabərdir 3. Bu da 3 plus x bərabərdir 9-a, x bərabərdir 6-ya. 25. Cod suyun həcmi x-dır. 1 litrində olan kalsium kloridinin kütləsi 22,2 qramdır. Suyun codluğunu aradan qaldırmaq üçün lazım olan natrium ortofosfatın kütləsi 32,8 qramdır. X hesablayın. Aha. Yaxşı. İndi kalsium kloridin üzərinə gəlirəm. Natrium ortofosfat. Alınacaq kalsium ortofosfat çöküntüsü plus natrium klorid. Əmsallaşdırsam 3, 2, 6. İndi buraya yazıram 32,8 qram. Buraya yazıram. Ml 164'dür. 2'ye vuranda 328 qram. Kalsium kloridin ml də 111'dir. Buraya yazıram 333. Düzdürmü? Aha, 333 qram yazıram. Buradan tapıram x qramı. Görəsən, neçə qram kalsium klorid var ki, onunla reaksiyaya 32,8 qram natrium ortofosfat sərf olunub. Buradan x-i tapırıq 33,3 qram. Amma biz bilirik ki, 1 litrdə 22,2 qram kalsium klorid var. Yəni 1000 millilitrdə var 22,2 qram kalsium klorid. Bəs yaxşı, neçə millilitrdə 33,3 qram kalsium klorid var? Buradan x-i tapırıq 1500 millilitr. Amma bizdən litr soruşulur. Ona görə elə litrlə yazaq. 1,5 litr. 26-da deyir, hansı maddələr kalium hidroksidin spirtdə məhlulu ilə alkin əmələ gətirir? Alkin əmələ gətirməsi üçün ya eyni karbonlara ya da qonşu karbonlara birləşən halogenləri olan dihalogenli törəmə lazımdır bizə. Monohalogenli törəmə olmaz. 1,4 dixlorbutan olmaz. Çünki burada qonşu deyil və yaxud bir karbona birləşməyib. Amma birincidə qonşudur, dördüncüdə də eyni karbona birləşib. Ona görə 1 və 4'ü götürə bilirik. 27. Atomların normal halı üçün uyğunluğu müəyyən edin deyir bizə. Baxaq. Manqan 25. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d5. Fosfor 15. 1s2, 2s2, 2p6, 3s2, 3p3 və sink 30. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d10. 6 qoşalaşmamış elektronu var deyir. Deməli, manqanda 4s2 doludur. 3d5'də də 5 orbital var. Hərəsində bir tək elektron. Yəni, burada 5 tək elektron var. Fosforda 3s doludur.
P'nin isə hər orbitalında bir tək elektron var. Burada da 3 tək elektron var. Sinkdə 4s doludur. Həmçinin 3D yarım səviyyəsinin 5 orbitalının 5-i də tamamilə doludur. Yəni tək elektronu yoxdur. A heç birinə aid deyil. B'də deyir ki, P orbitallarında olan elektronlar bütün elektronların 60%-ni təşkil edir. Manqanın P yarım səviyyəsində 12 elektron var. 25'te 12, 60% deyil. Fosforun P yarım səviyyəsində 9 elektron var. 15'te 9, 60%'dir, bəli. Sinkdə də 12 elektron var. 30'da 12 P yarım səviyyəsində yenə 60% eləmir. C'də deyir, qoşalaşmamış elektronlar bütün elektronların 20%-ni təşkil edir. Manqanda 5 dənə tək elektron var. 25'te 5, 20% eləyir, bəli. Fosforda qoşalaşmamış elektron 3 ədəddir. 15'te 3 yenə də 20% eləyir. Burada testin tərtibatında səhvə yol veriblər. Eyni müddəa həm 1'ə gedir, həm 2'yə. Sinkdə qoşulaşmamış elektron yoxdur. Dördüncüyə D'yə baxaq. P orbitallarında olan elektronlar bütün elektronların 40%-ni təşkil edir. Bayaq bunu demişdik. Bu sink üçün uyğun gəlir. Sinkdə P orbitallarında 12 elektron var. 30'da 12, 40% deməkdir. Y'də deyir 5 qoşalaşmamış elektronu var. Bu da manqana aiddir. Cavab belə olur. 1Cg, 2Bc, 3D. Situasiyaya çatdıq. X doymuş bir atomlu spirtlərin homoloji sırasının ilk nümayəndəsidir. Yəni X nədir? CH3OH-dır. Y doymuş aldehidinin 5 mol suda həll olmasından 25%'li məhlul alınır. Aha, bir dəqiqə. Y hansı aldehiddir ki, onun 5 molu suda həll olduqda 25%'li məhlul alınır. Gəlin belə eləyək. Yox. Y aldehidinin 5 mol suda həll olmasından 25%'li məhlul alınır. 5 mol su nə qədərdir? Kütləcə 90 qramdır. Bunu 75% qəbul edək. Məhlulun 75%-idir. Deməli, məhlulun 25%-i də x qramdır. Bu olur 30 qram. Bu hansı aldehiddir? Aldehid CnH2n-O formuluna malikdir. Yəni, aldehidin ml-i nəyə bərabərdir? 14n plus 16'ya. Bunu da 30 desək, 14n bərabər olur 14'e, n bərabər olur 1'ə. Yəni, Y aldehidi hansıdır? Buradan yazıram. Y aldehidi HCOH-dır. Yuxarıdakını da silirəm. Sonra deyir ki, Z maddəsinin suda məhlulu karbol turşusu adlanır. Onda Z də fenoldur. Və deyir ki, Z bromlu suyu adi şəraitdə rəngsizləşdirir. Bu birinci reaksiyadır. Y maddəsinin kuprum OH2 ilə qızdırılmasından qırmızı rəngli çöküntü alınır. Bu da ikinci reaksiyadır. X-in formulunu və beynəlxalq nomenklaturaya əsasən adını yazmalıyıq. Formulu CH3OH-dır. Beynəlxalq adı metanoldur. Birinci reaksiyanın tənliyini yazın və əmsallaşdırın deyir 29'da. Birinci reaksiya nə idi? Z-in, yəni fenolun bromla reaksiyası, bromlu suyu rəngsizləşdirməsi. 3 mol brom lazımdır bizə bunun üçün. Plus 3 mol H brom ayrılır. Bunu da yazdıq. 30'da deyir. İkinci reaksiyanın tənliyini yazın. İkinci reaksiya Y-in kuprum OH2 ilə reaksiyasıdır. Yazaq. Buradan yazıram. HCOH-ın kuprum OH2 ilə reaksiyası nə alınır? HCOOH, yəni qarışqa turşusu, mis 1 oksid və su. Əmsallaşdırmaq üçün bura 2 yazaq, suya 2 yazaq. Düzəlirmi? 5 hidrogen, 5 hidrogen, oksigenlərə baxaq. 5 oksigen, 5 oksigen. Aha. 98 qram mis 2 hidroksidin
Aldehidlə reaksiyasından alınan üzvü maddənin kütləsini qramla hesablayın. Yəni qarışqa turşusunun kütləsini tapmalıyıq. Kuprum OH2-nin emeri nə qədərdir? Kuprum OH2 64 plus 17 2 34 edir 98. Aha. 2 molu elir 196 qram. Qarışqa turşusunun emeri nə qədərdir? HCOOH 12 14 o da 32 46. Əgər 196 qramdan 46 qram alınırsa üzvü maddə, 98 qramdan da x qram alınacaq. Bu da nəyə bərabər olacaq? Deməli 23 qrama bərabər olacaq. Bunu da tənasüblə hesablayırıq. Və salam, bu sınağın da izahı başa çatdı. Növbəti videolarda görüşənədək salamat qalın.